Salam. Keçən il 5 oktyabrda yazmış olduğumuz bir yazını səsləndirmək istəyirik. Sizin şagirdiniz olmaq dənizin üstündən təyyarə ilə ilk dəfə keçmək kimi bir duyğu idi. Həyəcan, təəccüb, coşqu, elm dənizi, elm dəryasını sizdə müşahidə etdik. Əllərimizdən tutub elm sarayını gəzdirdiniz. Bütün fən elmlərinin yanında sizdən bir elm daha öyrəndik ki, onun adı ədəb elmidir. O elm sayəsində getdiyimiz hər ölkədə, girdiyimiz hər məclisdə hörmətlə qarşılandıq. Yollarımız bu dünyada bir də kəsişərmi? Bilmirəm. Ancaq bildiyim odur ki, sevgi yolu ilə getsək, mütləq hardasa sizi görəcəyik. Sizi tanımayanlar bu sözlərimi şairanə deyilmiş ədəbiyyat xarakterli sözlər olaraq anlayacaq. Olsun. Sizə ünvanlamaq üçün daha nə çox sözlərim var qəlbimdə, ancaq o sözləri hər kəsin içində deyib dəyərdən düşürmək istəmirəm. Yanmışın halından nə anlasın xam, bizə sükut gərək qeyri vəssalam.